Salam dəyərli dostlar. Fonetika mövzusundan 4 sual paylaşmışdıq. Həmin sualların izahını sizə təqdim edirəm. Birinci sualımız. Hansı sözün tələffüzündə 3 fərqli məqam var? Ofsunlamaq sözü ofsunnamaq şəklində tələffüz edilir. Yəni 2 fərqli məqam var. Burada l, n kimi tələffüz olunub, q isə x səsini verib. Ornament, arnament şəklində tələffüz edilir. O, a-ya keçib bir fərqli məqam var. Knockout, knockout şəklində tələffüz edilir. Bir fərqli məqam var. O, a-ya keçib. Kədərlənmək, kədərlənmək. Göründüyü kimi burada tələffüz fərqi çoxdur. Deməli, l, r-ya keçib, n, m-ya keçib, kədərlənmək. Sondakı k isə i səsini, xıştırıq səsini verib. 3 fərqli məqam var. İtaətsizlik, itaətsizlik. Burada səs uzanması fonetik fərq sayılmır. L, d səsini verib, k isə yenə də i səsini verib, yəni xıştırıq. 2 fərqli məqam var. Cavabımız olur D variantı. Sual 2. Pingvin sözünün fonetik təhlillə aid səhvini seçin. Bu sözün tələffüzü bu qaydada olacaq. Pingvin. Yəni q və v samitləri arasına i səsi daxil olub. Ona görə burada biz tələffüz deməli sait samit bizdən soruşduqda sözün tələffüzünə baxacağıq. Sözün tələffüzündə 5 samit var, doğrudur. Amma 3 sait səs var. 2 sait səs yoxdur. Ona görə yanlış fikir A variantıdır. Tələffüz və yazılış fərqlidir. Kar samitlə başlayıb cingiltili ilə bitir, doğrudur. P ilə başlayıb n ilə bitir. Sözdə qarşılıq olmayan 2 samit işlənmişdir. N samiti 2 dəfə işlənib burada, doğrudur. Ahəng qanununa tabedir. Bu zaman isə sözün yazılışına baxırıq. Bəli, ahəng qanununa da tabedir. Sual 3. Səhv yazılmış sözü göstərin. Pilləkən, bu doğrudur. Kateqoriya, doğrudur. Oratoriya, doğrudur. Bu sözdə isə səhvlik var. Bu selofan şəklində olmalıdır. Yəni onunla A-nın yeri dəyişik düşüb. Cavabımız olur D variantı. Separatizm, bu da doğrudur. Hansı sözün yazılışında daha çox səhvə yer verilmişdir? Ailə sözündə bir səhv var. Y olmamalıdır burada. Pambıq sözündə pambıq şəklində olmalıdır. Müdiriyyət sözündə D və R-nın arasında i yazılır. Burada da yanlışlıq var. Bir yanlışlıq var. Kinematografiya sözündə isə yanlışlıq çoxdur. Kinematografiya. Sözün düzgün yazılışı belə olacaq. Bunu yadda saxlamaq üçün kinema sözü, sinema sözündən yadda saxlaya bilərsiniz. Burada o, yox, e olmalıdır. İkinci o da yanlış yazılır. Burada a olmalıdır. Tografiya formasında da yazılır. Yəni buradakı a da yanlışdır. 3 yanlış məqam var. Cavabımız olacaq D variantı. Kirəc sözündə isə bir yanlışlıq var. Kirəc c ilə olmalıdır sondakı sözümüz, sondakı hərfimiz.